Dedim bu Əsabil Nəyevdir, İmişliyin keçmiş deputatı, un dəyirmançı, un satan. Çıxıb nəsə buna jurnalist sual verir. Bu da deyib ki, Ramiz Mehdiyev bir səhv addımlar atıb filan. İlham Əliyev kürəkən. Ramiz Mehdiyev, sən kimsən Əsabil? Sən bizim ayaqqabımızı cütdürdün. Sən bax, Milli Məclisin deputatına deyirsən, kimsən ayaqqabı cütdüyənsən sən? Baxın, o ayaqqabı cütlədiyi vaxtda Milli Məclisin deputatı olub. Bunların Milli Məclisin deputatına yanaşmalarına bax ki, siz heç kimsiniz. Biz aliyik, biz dövlətik, ali olaraq dövlət bizik və deputatlar filan da bizim ayaqqabımızı cütdüyürlər. Və Mehdiyev dönəmində də deputat olanlar hələ var. Hələ bilmək olmaz indiki deputatların neçəsi ayaqqabı cütdüyüb. Və ondan sonra ölümcül cümləsini bizim hörmətli kürəkən deyir. Deyir, elə eləməsin ki, Əsabil müəllimin əlimizdə olan o bizə dedikləri təriflər, videolar. İndi o tərif dedi də, Allah bilir hansı videolar deyir. Düzdür ya yox. İndi Əsabil deyir, kimdən öyrəndin deyir, belə bölüşü deyir, gözü çıxmış qardaşımla. İndi şərt deyir ki, Əsabilin yerinə başqa deputatların da adını qoya bilərik. Onlar da bəlkə oturublar, danışıblar, nəsə var filan. Adam göz görə-görə istintaqa müdaxilə edir, təsir edir, təzyiq eləyir. Baxın, İlham Əliyevin özü, kürəkən İlham Əliyev, həbs olunmalıdır, təcrid olunmalıdır. Çünki bu da Mehdiyev ailəsi adından danışan, təhdid edən odur və təhdid eləyir hamını. Barmaq sirkələyir. Sizə burada jurnalistliyi öyrədirdi. Düzdür ya yox? Ki, belə elə siz də danışanda sonra sən ümumiyyətlə mən deyir, iş adamıyam da mənim pulum olmalıdır da. Sən kürəkənsən deyə pulun var. Sən nə iş adamısan? Gəl 2 vur 2 görə 4 eləyə bilirsən. Gəl 5-də bir dənə dönərxana açsaq görə ona işlədə bilərsən. Hələ sən bunlar milyonlar işlədirlər. Atalarının, babalarının hesabını hamısı pul görüblər. O da korrupsiya və rüşvətin biri və ata-baba onu hak edə, əziyyət çəkə, qan tökə deyəsən ki, bu kişilərə haqq olur da, düzdür ya yox. Məsələn, Qarabağda qan tökən generallar istənilən biri Qarabağda istənilən villaya sahiblənsə ki, bura mənimdir, hamı deyər ki, halal xoş olsun, əziyyət çəkib, qan töküb, düzdür? O qılınc haqqı. Siz nəyin qılınc haqqını alırsınız kişi? Bütün ömrü boyu nəsillikcə Rusiyanın nökərçiliyini eləmişsiniz. Nəsillikcə o Şəhidlər Xiyabanı üzərində Türkiyənin bayrağını indirən bunların kafasıdır. Xatırlayırsınız? Türkiyənin düşmən elan edən bax bunların indi də var. İndi də var hələ. Bir şey olan ki, Türklər bizə belə dedi. Dedi, dünyanın hər yerisi ağzına gələn deyir. Heç kimsənin gözünə batmır. Türkiyədə hansısa bir jurnalist, hansısa bir başıboş bloger, bir şey deyən kimi aləm dəyər bir-birini. Bizə belə dedilər. O gün mən baxıram, bir Başbalı xanım deyir ki, dünya reytinginə görə Azərbaycan ən dinsiz ölkələrdən biridir. Bu Türklər demir. Bu BMT-nin 5-ci yerdə dinsizliyə görə. Bilmirəm onun nə ölçülər. Bəlkə də elə. İndi hər an mühiti özünə görə. Amma məncə son illər dinlər bizimkilər çıxıb belə, siz kimsiz bizə dinsiz deyirsiniz? Siz bu demir. Kişi deyənə de də, get də. Doğru.